qəhrəman cəsur şəhidimiz, əzizimiz Nadirin 5-ci il dönümünü qeyd edilir. Gəlin onun yaxınlarına, valideyninə, doğmalarına Allahdan səbirlər dilir. Bizim şəhidimiz əmsi burada şəhiddir, Nadirin adını daşıyır. Allah hər ikisine də şəhidlər bu adətən indi insanlarımız yığılıb gəlirlər. Yaxınlar var, arkadanlar var, idarələrdən var. Allah hər ikisindən razı olsun. Asıl gözür, faizin ücretlanmışları da. Biz şəhidlərimizi dəfn edəndə faizin isti nəfəsi idi. Amma get-gedə havalar soyudu. Burada yadımdadır ki, Məmmədəldən o yana artıq sulu qarda yağır, bəzən qarda yağır. Çadıra çəkirdik, qəbirlərdir ki, içəri su atmışsın. Allah rəhmət eləsin. Məclisə gələnlər elə bəzən çox istəyirlər ki, bir başa keçir Allah'ın oradan sətirlərdən danışan deyə bununla baxır. Əvvəlcə gəlin biraz gəmilərimizə nəzarət edilir. Bilirsiniz ki, biz uzun illər müharibə şəraitində yaşamış bir xalqımız. Bizim haqqımız tapdalanmış, kəndlər, şəhərlər talan olmuş. Və buna baxmayaraq, özündə güc tapan Azərbaycan xalqı var olsun daim, var olsun. Axır ki, öz sözün deməli oldu və Nadir kimi oğullarımız da ayağa qalxdı. Bilirsiniz, bu şəhərlər məzarlığında nə qədər saadətlər yatır. Bu daşların altında o qədər arzular yatır. O qədər ürəklər yatırlar. Mən şəriətdən bir cümlə deyəcəm, bunu xahiş edirəm, kimsə neyəcə yozmasın. Bilirsiniz ki, Həzrəti İmam Hüseyin şəhidlərin sərvəridir. Kərbəla qəhrəmanıdır. Onun qardaşı Əbəlfəz ondan çox kiçikdir. Bəzən 25 deyirlər, bəzən 20 deyirlər. Ataları bir kişidir, amma anaları ayrıdır. Həzrət Hüseynin anası Zəhradır. Amma Əbəlfəzin anası da, o da Fatimədir. Ona Ümmülbəni deyiblər. Bir gün anası Əbəlfəzə 5 yaşında olanda bir salxım üzüm verir ki, yeginə. Aparır, qoyur qardaşı Hüseynin qabağında, oturur, baxır ona. O üzümün dənəsini qopardanda deyir ki, başva dönərəm Əbəlfəz. Bu uşaqların %100 ki, hamısı, onlara uşaq vaxt bir şey verəndə, gətirib istəyəndə uzadardı ki, götürür. O idi ki, o qəlbi ki, getdi vətən. Allah onlara rəhmət eləsin. Həzrət Əlidən bir hədis var, deyir ki, Allah sənin canıva insan, Quranda and içib, and olsun nəfsə. O canı ucuz şeylərə satma. Onu baha satışıram, onun alın qiyməti cənnətdir. Bunlar da Allahla Tövbə surasında da ayə var, ustadlar da bilir ki, alış-veriş ediblər və Allah onların qanını alır. Nəyə müqabilində? Mükafatı müqabilində. Bunlar, bu saadətlər axirətlə bağlıdır. Amma dünyada qəmlər var, kədərlər var. Ondan sonra arzular vardı ki, çıraqlar vardı ki, bir kərəmlik söndü. Evlər var ki, ocaqları bir kərəmlik söndü. Amma bir söz demirik bundan belə. Niyə? Vətənimizdir. Azərbaycan sevilməli, sevilməyə layiq olan bir yerdir, bir məkandır. O çox qüdrətli oldu bu oğlanların hesabına. Bu çox tanındı. Qara simalar ağardı, parladı bizim bu oğullarımızın hesabına. Ona görə də ilk öncə bu şəhid anaları, bu qəhrəman analara Allahdan səbirlər diləyirəm. Və onlara minnətdarlığımı bildirirəm ki, bu oğulların böyüyüb boşa çatmasında sizlərin əvəzsiz bir xidmətləriniz var. Onlardan məsəl üçün, bax, Aynur xanım, Nadirin anasıdır. Süraya müəllimə, ağarmış saçları var, canım qurban olsun. Baş əyirəm sənin qarşına. Pedaqoq olmuşsan, müəllimə olmuşsan, oğul böyüdmüsən. 2 döyüş görüb, aprel döyüşü, bir də gəlib görsən bu döyüşdə qayıtmadı. Allah rəhmət